Bütün şəhidlərə hansının adını verildi? Son döyüşlərin şəhididir. Bura ödəyən gəlin, köşələrini də yaratmışıq siniflərdə. Buyurun. Çok sağ olsun ki Dilman Məktəbi, özümə minnətdarımı bildirirəm Dilman Məktəbi rəhbərinə, kollektivinə, bax şəhidlərimizin hamısını albomunu çatdırıblar. Bir şəhidlərimizin hamısının şəkilləri bax burada var. Siniflər də verilir. Hər sinifin ağzında da şəhidlərimizin şəkilləri var. Hər ildə bazarının qədər şəhidlər üçün güşə, xaltadan güşə hazırlayırıq. İndi müəllimlərin gününü qədər aparıq, şəhid ailələrinə təqdim edirik, hörmət və əslində o ödəmir. Şəhidlərə nə boyda, nə qədər işlər görsə, heç bir haqqını ödəmir. Biz onların sayəsində ayaq üstə dururuq. Allah onların valideynlərinə səbir versin. Onların yeri cənnətlidir. Deyir, torpaq uğrunda, mülk uğrunda, mal uğrunda canım verən insanlar sorğu-sualsız cənnətə daxil olan insanlardır. Allah bütün şəhidlər 92, 93, 2016 aprel döyüşləri, 2020-ci ikinci Qarabağ müharibəsində şəhid olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa ardırırıq. Bizim bir müəllim üçün borcumuz şəhidləri gələcək nəsillərə ötürməliyik ki, bilsinlər bizim necə qəhrəman oğullar, Mübariz kimi, Polad kimi, Bəhruz kimi və digər şəhidlərimiz kimi necə qəhrəman oğullarımız var. Bizim bir vətəndaşlıq borcumuz, heç müəllimliyi qoyaq qırağa, bizim indiki bu vəziyyətdə nəfəs almağımızda, yaşamağımızda şəhidlərə borcumuz. Başda Cənab İlham Əliyevin sayəsində Müzəffər ordumuz 2020-ci Qarabağ müharibəsində torpaqlarımızı düşməndən azad edildi. 30 ildir bizim neçə milyona yaxın qaçqınımız var idi. Biz bu torpaqları qaytardıq. Başda Cənab İlham Əliyev sayəsində, Müzəffəroğlu şəhidlərimizin, qazilərimizin sayəsində. Cənab İlham Əliyevin əmri ilə bu 2025-ci suverenlik ilə elan olundu. Bizim düşməndə qalan Xankəndi, Xodalı, Ağdərə, Xocavənd rayonlarda düşməndən azad olundu və ölkəmizin suverenliyi bərpa olundu. Ona görə də bu il Konstitusiya və suverenlik ilidir. Sentyabrın 19-u əmir ili isə ölkədə suverenlik ili kimi qeyd olunur. Suverenlik qanla alınır. Torpaq qanla alınır. Bilirik, bəzi acıdır, bəzi çətindir. Onların ailələrində çətindir. Onların ailəsi bizim ailəmizdir. Ona görə şəhidlər haqqında çoxlu kitablar yazılır, dastanlar yazılır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrlə səbir versin. Biz sizə ömür boyu borcluyuq. Haqqınız ödənilməz. Çox sağ olun. Bizim də bir müəllim kimi əlimizdən nə gəlir, nə vaxt, nə əlimizdən gəlirsə, şəhidlərə canımız qurban. Çox sağ olun. Sağ olun.